Oyuncaqdır. Aha. Yumru gözləri var. Qıraqları aypara kimi göy rəngdədir. Yəni mavi. Cool. Bəbəyi tam qaradır. Burnu biraz dabaq gedir, uzun fason narıncı rəngdədir. Bu hissədən aşağı sarı rəngdədir. Başa ümumiyyətlə yumrudur, qaşları narıncı rəngdədir. Yumru gedir, belə aypara kimi yumrudur. Baş hissəsi isə göydür. Baş hissəsi burundan belə başlayır. Mavi rəng buradan belə başlayır, gedir. Bax belə. Gözü rəngdədir, yəni. Bəli. Boz mavi. Buradan başlayır, belə gedir. Belə. Qaş hissəsi belə gedir, biraz qırmızı. Hə, qaşla göz arası sapsarıdır. Yəni eybəcər oyuncaq. Əslində çox şirindir. Kontaktda satılır. Yox, qarın hissəsi sarı rəngdədir. Bədənin qıraq hissəsi isə boz açıq mavi rəngdədir. Qıraq hissəsi bədənin mavi, boz rəngdədir. Ağzı vardı oradan. Ağzı yoxdur, ancaq yəni ağzı, burnu belə demək istəmirəm. Bədənin isə ortası, qarın hissəsi belə gedir. Sarı rəngdədir. Maraqlıdır, nə alınacaq? Super. Saçı var bəs? Yox, tüklüdür, oyuncaqdır, heyvandır. Heyvan, quş. Yəni necə deyim? Ayaqları var belə. Ayaqları çək. Pəncələri. Pəncələri çıxır. O da narıncı, burunla eyni rəngdədir. Qanadların alt hissəsinə Qanad nədir? göy rəng əlavə elə. Qol demədin? Qol, hə, qolu qanaddır. Mavidir də onsuz da. Hazırdır. Super. Göstərək. Sizcə oxşuyur uşaqlar, yoxsa yox? Qara adamına oxşadı ya. Oxşuyur oxşamağına, yerləşimlərdir, başqa heç oxşamır, qarnına bax.